Salam sabahınız xeyir olsun hörmətli tamaşaçılar. Efirdə Sütlər Rüqəsidir və sizin yenidən mən Rafael İskenderov salamlayıram. Bugün bizim mətbəxin çox maraqlı bir qonağı var və sizlər onu çox yaxşı tanıyırsınız. Mən onu sizdən də yaxşı tanıyıram. Yəni ona görə ki, o mənim bir neçə səhnədə rəsmi qabilim olub, hal-hazırda televiziyada mənim rəsmi qabilim olan, həyatda isə yaxın dostum olan Coşqun Rəhmov. Təbii ki, həmişəki kimi gecikir, mən artıq buna alışmışam. Amma nə qədər geciksə də mən bilirəm ki, artıq o gəlib çıxır. Əsas odur ki, gəlib çıxır. Harada olsa bu saat gəlib çıxar. Həmişəki kimi. Çoxdan gözlürsən? Haradasan? Necəsən? Sağ ol. Bilirsən də mən... Mənə yox, cəmaatla salamdaş bir... Sabah xeyr, hörmətli televiziya tamaşaçıları. Üzr istəyir. Üzr istəyər gecikdiyimə görə bu bir xasiyyəti çevrilib mənim üçün. Bəli. Mən də neçə illərdir gözləyirəm sənin bu xasiyyətlə. Çox sağ ol. Dostumsan deyə gözləyirəm. Uzaq getməliyik. Qoy tamaşaçılarımız bilsin ki, yəni mən bilirəm ki, sənin istedadın, aktyorun bir yana qalsın. Bunu təkmək yox, bütün Respublika bilir. Çox sağ ol. Amma sən gün, yəni tamaşaçılarımız bilmir, amma mən bilirəm ki, sənin mətbəxdə də gözəl, çox sağ ol qardaşım. Coşqun buyur, yol gəlmirsən, sən tezlik. Çox sağ ol. Coca-Cola yerinə düşdük. Yəni mən bilirəm ki, sənin mətbəxdə də gözəl əl qabiliyyətin var. Görürəm. Mən təklif elədiyim, sən də dəvətimi qəbul edin. Odur ki, biraz dincəl, yorluğunu al. Gecikmirik. Daha gecikmirsən də, İstanbul'un yarışdan nə qorxursun? Biraz dincəl, yığışar gedək mətbəxə. Orada da öz məharətini göstərir. Mən aşıq oldum. Bak, ora. Xalas, yiyib içməyə gelin. Buyur, hoş geldin sen. Nihayet geldin çıktın mətbəxə. Necə xoşuna gəlir? Yaxşı. Hörmətli tamaşaçılar, artıq gördüğünüz kimi biz mətbəxdəyik. Bir dəqiqə mən sənə bir önlüyü gətirim, sonra devam edirik. Deməli belə, bir daha sənə xoş gəlmişsən deyirəm. Çox sağ ol. Öz öz evindəki kimi, elə bil ki evdəsən, oraya pişirirsən. Bugün hansı yemeği pişirəcəksən bizim üçün? Əvvəldə görüm sən mənə bağışladın gecikməyimə görə. Olur da Səni də bağışlamayım kimi bağışlayın. Buyur. Deməli, bugünkü yeməyin adı Lənkəran yeməyidir. Onu da Murğutuş. deyək ki, sən özün Bəli, Lənkərandan da. Lənkəranlısan və... Yeməyin adı murğutuşdur. Ona lazım olan ləvazimatlar, ərzaqlar. Məndən yaxşı bilirsən. 1 kilo ətdir, 8 cəfəridir. Dəstə. Dəstə cəfəridir. Ət, qoyun ətidir. Qoyun ət, bəli. Deməli, 3 baş soğandır. Sonra maşından çəkilmiş 200 qram qoz ləpəsi. Abqora, olmasa abqora, sirkə ilə də istifadə edilmək olar. Ətin bulyonudur və şit yağ. Təbii ki, şit yağ. Murğu turşu hazırlamaq üçün lazım olan ərzaq: 1 kiloqram qoyun əti, 4 baş soğan, 200 qram qoz ləpəsi, 50 qram abqora, 8 dəstə cəfəri, 250 qram kərə yağı, duz, istiot. Kömək edeyim sənə? Ha, buyur. Mən yağı bura əlavə edeyim, sən də Bəs eləyər. soğanı. Soğan. Deyəsən, belə yaxşı deyirsən, deyirəm, bəlkə evdə də yeməyəsən, özün pişirirsən. Hərdən olur. Pişirməsən də kömək edirəm. Hansı yeməyi daha çox pişirirsən? Yeməyə kömək edirsən, yoxsa pişirməyə? Həm yeməyə, həm pişirməyə. Mən azca biraz çox aldım, tez ərsin, yağ. Yağ əridir, indi soğanı da əlavə versən. Hə, buyur. Həm yeməyi pişirək, həm də gəl institut illərimizi xatırlayaq. Sən mənim lap yaralı yerimi toxundun. Hə, institut illərimizi, müəllimlərimizi, ilk növbədə qoy müəllimlərimizi xatırlayaq. Onu da qeyd eləməliyəm ki, sən də daha özün bilirsən də bizim gözəl müəllimlərimiz olub. Bizim bəxtimiz. Hə, elə ilk addım atmağı ölkədən Şəfiqə Məmmədova, Şahmar Ələkbərov. Allah rəhmət eləsin, Şahmar Ələkbərov, sonra
Fuat Poladov, Elmira Şabanova çağırmışdım burada. Mənim mətbəximdə qonaq olub bizdə. Biraz olma. Bir dənə mənə qazan ver. Bu əti, demək, hörmətli tamaşaçılar, bu ət əvvəlcədən pörtlənilib və qızarılmış şəkildədir. Bu vaxt məhdudiyyət olduğuna görə. Bax, bu qazan. Allah, indi deməli, əti əlavə edirsən, doğru? Sən mənə çox baxmısan, süre rubrikasında, deyəsən, hər şeyi yaxşı bilirsən. Nə bilmişsin? Deməli, ətə əlavə edirik qazana. Onun yağı da əlavə olmalı. Yəni, sən edirəm, bəlkə bir tələbə yoldaşlarımız haqqında danışaq. Sən laf yaralı yerimizə toxundun. Biraz institutu yada salırsa, deməli gərək hamını tələbəliyirlər. Məsələn, gəl onu bir dəfəlik belə elə yağı da. Sən məni kimi pişirə bilməzsən, düzdür? Məsələn, evdə yemək işinə tam mən baxıram da. Tələbələrdən danışırdı axı deyəsin. Buyur, danış. Məsələn, Azər Şabanov. Sonra yağ Maksud Məmmədov. Hal-hazırda Rus Səbəbiyolun adına Rus böyle dram teatrında çalışır. Lara Süleymanova. O da o həmən teatrda. Sən özün, elə mən də, sən də Azərbaycan Dövlət Gənclər Teatrının səhnəsindəyik. Deyəm, prosesilə danışaq. Soğan əlavə elədik. Ətin üstünə. Yaxşı idəm bizdəki ekran. Və hal-hazırda biz səninlə ikimiz bu şəhərdə verilişinin aparıcılarıyıq. Gel bir bu bozbaşnitsaya zəng eləyək, görək neyindir. Alo. Alo, salam. Necəsən? Necə olacam ey? Nədir gənə nastroyenin yoxdur? Olmaz da. Səhərdən axşama kimi özümü öldürürəm. Hərimin heç vecinə deyil, heç mənə nol vнимание, heç mənə baxmır. Səhər bax gül kimi evə eləyirəm. Gül kimi uşaqları yola salıram. Birini məktəbə, birini bağçaya, gül kimi xoreylər hazırlayıram. Yenə də mənə fikir vermir. А вот дура эти, натуральная дура. Она çık da bu кухнядан, да сколько можно? Sonraki proses nədən ibarət? Sonraki proses Qızardırıq. Cəfərini daha doğrusu qızartmalıyıq. Bir də əlavə edeyim. Belə. Bəs eləyər də buyur. Buyur. Benimle bizden danıştık. Senin sen oynadığın tamaşalardan. Gənclər Teatrının səhnəsində ilk rolun haqqında danışıq. İlk rolum səninlə birlikdə o bir tamaşadır. Şeytan Tələs. Əkrəm Əyləsinin Şeytan Tələs tamaşası doğru, düzdür. Rolumuzun adı Manuslarım. Sən qarmon çalırdın, mən də kılardım. O yadımda. Yani ilk aldığımız tiyatroda Hemen koy. ondan sonra Yaş bəs ilk baş rol haqqında özün danış. Ben bunu ilk baş rolum benim Shakespeare'in Yay Gecesi'nde Yuxu Lizandro obrazı olub. Yox. Yox, təhs al. Yadımı tanıdım. Yaxşı yadırsan, mən bilirəm. Mən zalda oturub sənə elə əl çalırdım ki, sevindiyimdən. Orada yadımı tanıdım. Valih kəndin öyle. Valih oldum. Cəfərimiz də hazır. Bir də tamaşaçılarımıza demək istəyirəm ki, birinci əti qoyuruq qazana, sonra qovrulmuş soğan və üstünə cəfər əlavə Mən edirik. indi cəfərini əlavə edeyim. Bəli. Ona qoy sənin üçün rahat olsun. Bax, qazanı qoya bura. Sən əlavə Bunu bəyabdan qoy da bura. İmkan verirsən ki, görürsünüz də hörmətli tamaşaçılar, mən nə əziyyət çəkirəm bu coşqunla. Deyəsən Coca-Cola açırsan, ha? İstəmirsən? Ben bilirəm axı, sən Coca-Cola'nı çox sevirsən. Bu coşqun həmişə belədir, heç danışmaqla arası yoxdur. Öndəki bizdən müşahidə götürəndə də jurnalistlər həmçə deyirlər ki, bu Rafael çox danışır, Coşqun hiç danışmaqla arası yox. O da aslında. Amma bilmirlər ki, Coşqun oturub danışanda Coşqun saxlamaq olur. Buyur, Deməli cəfəri də əlavə elədik və əsas gəlir Talışların nətər deyim, Nə tərvar elə də deyil, başa düşərlər sən. başının şahı qozdur da. Onların qozsuz yeməyi olmur. Qozu da qaşıq olsaydı. Görürəm elə, bizə gələndə sənin əlindən qoz saxlama olmuş. Masanın üstünə bu qoyan gibi yiyib tutarız adamsın. Buyur. Qozu da əlavə edirik üstünə. Əvvəldə dediyimiz kimi, ya sirkə, ya abqora. Yoxdursa, indi biz... Abqora sirkəni əvəz eləmək olar, 2 qaşıq
xörək qaşığı sirkə əlavə edirik. Sənə deyim ki, bu çox dadlı yeməkdir. Düzdür, mən bunu risk yeyirəm. Yəni Bilirəm, sən bu vaxta qədər heç məni pişirib dəvət eləmirsən Güldardan. 2 qaşıq, 3 qaşıq görün çaşdırdım mən. Nəhayət Əlavə edirsən bunu. yəni bütün xörəyin bütün eybini örtən bulyon. Eybini ört, hə? Bu xörəmin nə eybi var ki? Hə, bəlkə bunu sən pişirirsən deyə eybi var. Bir dənə də söz deyim sənə Rafael. Deməli bunun hər şeyə əlavə olundu. O ki qaldı duzuna istiyotuna. Duzu mən əti qaynadanda biraz vurmuşdum onun. Yəni yaxşı, bəs. Duzu indi biraz istiyot olsaydı. Buyur, bax, istiyor. Sən mən elim, sən bəs olanda dinəm. Bəs. Aha. Bəs eləyir. Belə. İndi qoyuruq 15-20 dəqiqəyə bizim yeməyimiz hazır olacaq. Ha, yəni dəm almalıdır da, belə deyək ki, dəmə qoyaq. Bir dəqiqə onda mən belə. Deməli 15-20 dəqiqədən sonra bu yeməyi veririk masaya. Nə göstərəcək? Xırda doğranmış soğan kərə yağında qovrulur və qazandakı qovrulmuş ətin üstünə tökülür. Sonra qovrulmuş cəfəri və xırda doğranmış qoz ləpəsi əlavə olunur. Üstünə 2 xörək qaşığı sirkə və ət bulyonu tökülür. İstiyot səpilir və 15-20 dəqiqə bişirilir. Hə, murğutuşumuz da hazır. Nəhayət ki. İndi Nəhayət ki, hazır. Əl işə qiymət verəcəyi görə. Onu da deyim ki, Rafael, bu murğutuş Cənub bölgəsinin, yəni Talış zonasının ən qədim yeməklərindən biri sayılır. Onu bildim. Sən hardan öyrənmisən? Mən bunu yoldaşım daha doğrusu mənə öyrədi. Ha, reseptini verib. O da ki, nənəsindən, rəhmətli nənəsindən. Allah rəhmət eylesin. Allah rəhmət eləsin. Yaxşı, sənə bir söz soruşum, bax, gedirsən evə, bax ki, görürsən ki, sən yemək payı yiyiblər. Onda sən evdə necə hakimi qaldırırsan? Məsələn, mən hakimi qaldırıram. Ona görə ki, mən yoldaşım çox dadlı pişirir, özün bilirsən. Aylarla bizdə qaldırsan, bilirsən. Zarafat edirəm, günlərdir, yəni. Bir dost kimi evimə gəlib gedmişəm, bilirsən. Və təbii ki, gedib görəndə ki, onun pişirdiyi yeməklə mənə qalmayıb, istəmirəm. İcazə ver. Yox, desəm sənə inanmazsan, deyərsən ki, elə şey ola bilməz. Mənim həmişə mənim payım adliyyəndə saxlanılır. Ayrıca olaraq saxlanılır. Yox. Belə bir şey olmuyor biz. Yəni sən mənə sataşsan da, yəni səni saymırlar evdə, yeməyi saxlamırlar, yeyirlər. Yaxşı, bax onun dadına. Çox danışma. Aha. Belə. Buyur. Danışa bilmirik, o qədər. Əla. Əla. Əlbəttə əla. Sən mənim dostumsan. Biz anılsa da mən deməliyim əla. Doğru. Yox, hörmətli tamaşaçılar, doğrudan da əlanı elə adına uyğundur. Biraz turşulu yeməkdir, murğu turş, hə? Düzdür? O da yəqin Abqoradan, sirkədən gəlir. Adı murğu turş. Bizim düz 2 görüşümüz var. İnşallah. O ki, ümidvaram ki, sən Cənub bölməsinin başqa bir yeməyinə də bizi tanış edəcəksən. Mütləq. Odur ki, gəl indi tamaşaçılarımızla sağollaşaq. Amma onu da deyim, gələn verişi mən tək gəlməyəcəm ha. Necə məsləhət? Hörmətli tamaşaçılar, sağ olun, gələn görüşlərə qədər bizim rubrikanı izləyin. Təbii ki, həyatın ləzzətini də dadmaq unutmayın. Sağ olun.